bilərsiniz? Bugünkü gündə yəni tərtəmiz yəni qızıllardır qardaşım. Belə qramı yəni 585-in 185 manata çıxır. 185 hə. Yəni birinci əldə, yəni ikinci əldə. Amma bu məsəl üçün komplet 966 yəni sırğa üzüydür. Üstünə də klonlu gələndə bu da elədir. Yəni hamısı bir yerdə 12.81. 12.81 yəni bugünkü qiymətlə vuranda qardaş elə 2000 adi bir dənə sırf klonu 3 qramdır və 10 qram 0.8-də sırğa üzüydür. Cəm şəkildə 13 qram 0.8. Onu da atam, yəni klonsuz, qolbaqsız vəziyyətdə gəlir çıxır 185 nömrədə quranda 2420 manata yəni bax bunlar dəsti ala bilirsiniz qolbaqsız, bularsız. Bunlar neçədir məsələn qardaş bu belə bir şeylər? O qramına görə dəyişir. Yəni 2 qram bir çəkisi də bugünkü gün qiyməti ilə hesablanacaq. Ümumiyyətlə yəni Rolex sensiyədir bu dediniz? Model. Hə. 7800. Salam, hər vaxtınız xeyir olsun. Bu günləri Laçın Ticarət Mərkəzindəyəm, Qızıl Bazarında. Qızılları çəkəcəm, qiymətlərini göstərəcəm sizə. Qiymətlər neçədir? Siz də mütləq videonu bəyənin dostlar. Şərhlərdə öz fikrinizi bildirin. Bir də kanala abunə olun ki, belə maraqlı videoların yəni davamı olsun. Belə yuxarıda Xocik Qızıl Bazarında qiymətləri çəkib göstərəcəm sizə. Laçın Ticarət Mərkəzində Qızıl Bazarı. Buyur qardaş. Bəs blok çəkirəm YouTube kanalı üçün. Çəkə bilərəm. Çox sağ olun. İstəsəniz qiymətlər deyə bilərsiniz, fikir göstərə bilərsiniz. Instagramı da sizə də yaxşı olardı. Kömək edə bilərəm. Mənə də anlayışım yoxdur, yəni ki, istəsəniz bir 2-3 dəqiqə danışın, göstərin qızılları, qiymətləri, toy eləyənlər üçün baxır da, hamı baxır, qabaqlarına çıxır. Instagramda göstərərsiniz, vizitkanı göstərərsiniz. Vizitkamız var, yəni hansı bir var, sonra bax, bu da var. Yəni sən də bilirsən, yəni mən Gələndə nətər tapsın sizinlə? Dostlar, bu Laçın Ticarət Mərkəzində Qızıl Bazarında qardaş Əmircanlı İvan, bizim bu abunəçimiz sizləri tanıdı və dəvət edir ki, bir gələcək göstər. Video bizə təqdim edəcək bizim qiymətlərini və hər gün öz qiymətləri var. Hər gün öz qiymətləri var. Buradan da istəsək yaxınlaşdıra bilərsiniz, yəni sözümüz yaza bilərsiniz, gəlib konuşuya bilərsiniz. Bugünkü gündə yəni tərtəmiz yəni qızıllardır qardaşım. Belə qramı yəni 585-in 185 manata çıxır. 185 hə. Yəni birinci əldə, yəni ikinci əldə. Amma bu məsəl üçün komplet 966 yəni sırğa üzüydür. Üstünə də klonlu gələndə bu da elədir. Yəni hamısı bir yerdə 12.81. 12.81 yəni bugünkü qiymətlə vuranda qardaş elə 2370 manat. 2370 manata yəni bax bunlar. Yəni var burada bunlar türk qızılıdır. Bu da yəni ərəb modelidir, amma qızılı türk qızılıdır. Onun da ki qardaşım yəni elə deyim də adi bir dənə sırf klonu 3 qramdır və 10 qram 0.8-də sırğa üzüydür. Cəm şəkildə 13 qram 0.8. Onu da atam, yəni klonsuz, qolbaqsız vəziyyətdə gəlir çıxır 185 nömrədə quranda 2420 manata yəni bax bunlar dəsti ala bilirsiniz qolbaqsız, bularsız. Bugünün qiyməti. Amma bugünün qiyməti budur. Dünənləri biraz baha idi. Ola bilsin ki, sabaha da bilə bilmədik. Bilmir, Dəyişir. Dəyişir. Var inşallah ki, çoxdur. Yəni, obələr ki, ərəb qolbaqlarımız da var. Ərəbli, amma türk qızılı ilə. Bu da 902-dir qardaş. Həm də olsa Allaha çəkisi də türklərdir. Bu da çıxır 1670 manat. 1670 bir qolbaq. Xanımlar üçün. Gözəldə görünüş olur. Çok güzel görünüş var həqiqətən. Çox modelləri çoxdur. Bəylər üçün də olur, yoxsa bəylər üçün bizdə beləsi çeplər var. Qolbaqlarımız var. Versace qolbaqlarımız var. 6 qram 600-dür, türk qızılı iləndir. Yəni bugünkü gündə 1225 manata çıxır, bu əldə qaba beləsi ilə qalır. Belə gözəl görünüş var. Neçə dediniz ki? 1225 manat. 1225 manata gəlmiş. Var onun az çəkililəri, yəni bu çox çəkilir. Var onun biraz az çəkilisi. Məsələn 395-dir, 395. Yəni tərəzi ilə də yəni çəkisi düpbədüz gəlir.
730 manat. Bu da əldə yanıma beləncə ilə qalır. Ucuz yəni. Bundan da az çəkilisi var, yəni bəylər üçün. Üzüklərimiz var hər gün. Gündəlik yəni gəlir də yəni mallarımız. Təzələnir, yenilənir. Yəni bunda bax yaxınlaşdırıb baxa bilərsiniz. Qızılın alışı və satışı Vüqar Əmircanlı. Ceyhun xanım. Nömrələr də var burada dostlar. Yaxınlaşdırıb gəlib ala bilərsiniz. Videonu bəyənin, kanala abunə olun. Sağ olun. Hadi. Siz sağ olun. Allah razı olsun. Sağ olun. Sağ olun. Allah işinizi uğurlar. Çox sağ olun. Görüşürüz inşallah. Sağ olun. Böyle dostlar, gəzdiyi yanıqlıqlar, qiymətli nərsini tanış edəcək. Getdik. Burada maraqlı oldu. Salam. 700 manat. Vlog çəkirəm YouTube kanalım üçün reklam. Vlog. Necə? Vlog çəkirəm YouTube kanalım üçün reklam da. Çəkə bilərəm də polunuzu. Buraymış qızıl çeşitlərdir. Reklam edirəm, gəlsinlər də buranın. Sonra sağ olun. Çəkə bilər bunları. Nəyə görə? Vlog çəkirəm YouTube kanalım üçün reklam. Görəsən uşa baxam. Yaxşı. Bunlar neçədir qiymətləri saatların? Valla kişi üçün başlayır 1300-dən yuxarı. 1300-dən. Bunlar qızıldır da. Bəli. Ən ucuzu 1300-dən başlayır. Hansı bu? Göstərə bilərik onu. Model. Bunlar, hə. Bəli. Bunlar da brilyantdan olanlar. 1300-dən yuxarı. Və sən bahalısı Hal-hazırda ən bahalısı bunlar. Modeldir. 2800-də çıxır. 2800. Bunlar qızıldan da. Perusu qızıldır uçqanı. Bir də belə sefli modellərimiz var. 9500. 32500. Rolex sensiyədir bu dediniz? Model. Hə. 7800. 7800. Səfər bizi qabızı göstərə bilərsiniz. Kimsəsə yaxınlaşsın. O yüzden də göstəreyim. Kim istəsə yaxınlaşdırıb saxlaya bilər, yaza bilər nömrəyə, gəlib ola bilər. Vizitkadan. Saat həvəskarları, qızıl saat həvəskarları. Çox sağ olun. Bir də sağ olun. Kanalı göstərə bilərəm istəsiniz. Qızıl qiymətləri. Çəkə bilərəm bunları. Nəyə götürərsiniz? YouTube kanalım üçün vlog çəkirəm, reklam da. Yoxsa qızıl bazı qiymətləri göstərirəm ki, insanlara lazım olsa gəlsin alsın belə. Yaxşı məqsəd üçün. Bunlar da sağ. Bunlar nə qızıldır qardaşlar? İtalyanski detüş. İtaliya və Türk. Neçə o məsəl üçün ən ucuzu neçədən başlayır bunların? Silikon qaşlar var, brilyant qaşlar var. Silikon qaşlar başlayır məsələn 200 manatdan. 220 manatdan. Brilyant başlayır 700-800 manatdan. 700-800 manat. Əsas hansılar gedir toy eləyənlər üçün, məsəl üçün nişan üzüyü izadları? Hamısı gedir də. Bunlar nədir belə? Toy dəstə. Bunlar da toy dəstələrində xanımlar üçün. Bunlar neçədən başlayır? Yenə sadə qaşımız var 1800-dən verilir. Brilyant ise 2900'dan başlayır. 2900. Golden Crown. Laçın ticarət mərkəzində, Qızıl bazarında qiymətlər belədir. Sağ ol qardaşlar. Bunlar neçədir? Bunlar Ərəb modelisi. Onlar ən azı 21-30 çəkisi. 21-30. Ən son qiymət olacaq 4155 manat. 4155 manat. Üzüklər neçədən başlayır? Qiymət var. Nişan üzükləri də belə ən ucuzu. Brilyant və sadə. Sadə bir orada təkdaşlarım var, kvadratlarım var, baxır şəkillərə. Neçədir? Neçədən başlayır? Hə. Təkdaşması 1.26, ən son qiyməti olacaq
olsa 245 min. 245 min. Tamam. İstəsəz vizitdə göstərə bilərsiniz. İstəsəz vizitdə göstərə bilərsiniz. Kim istəsə gəlib ola bilər. Qadadır dostlar. Kimə lazım olsa saxlayıb baxa bilər. Girib səhifədə də baxa bilər, nə istəyirsən. Bu da səhifəsidir. Səhifədə. Nə istəyirsən var. Çəkmək olar bunları. Məsafəsi. Yox, vlog çəkirəm YouTube kanalım üçün, göstərirəm qiymətlər budur, yəni gəlib alsınlar belə də. Səyahət kanalım var. Yəni danışıqlar qabaqda da göstərdim, ancaq pulları çəkib göstərir. Belə option çəkə bilərsən, tək də çıxartmaq. Yox, tək çıxartmır, sadəcə qiymətlər göstərir. Vizit kanalını göstərə bilərsiniz, kimə lazım olsa gəlsin alsın belə. Sizlər ki, daha yaxşıdır, sizə də yaxşıdır ki, reklama görə. Bu çək neçədir bu yola? Dört min 4680 manatdır. Sonra. Bu Rolex sep neçədir bu? Yine 600 manat. Pazarınız olsun, sağ olun. Bunlar neçədir məsələn qardaş bu belə bir şeylər? O qramına görə dəyişir. Yəni 2 qram bir çəkisidir bugünkü gün qiyməti ilə hesablanacaq. Ümumiyyətlə yəni qramına əsasən bugünkü gün qiymətinə vurulub hesablanacaq. Bugünkü qiymətinə. Məsəl üçün toy eləyənlər ən çox ucuz hansı alınır belə? Toy eləyənlər deyəndə ki, yəni hər insanın özünə görə büdcəsi olur. Məsəl üçün insan var, gəlir deyir ki, mən məsəl üçün 1500 manatlıq dəst istəyirəm, 2000 manatlıq dəst istəyirəm. Yəni dəyişkənlik göstərir. Sırf qızıl istəyən qızıl formasında gəlir, brilliantla istəyən brilliant formasında alır. Yəni ona uyğun modellərdə orada olan modellər. Bunlar da toy dəstləridir. Bu dəstlərdən təklif edirik. İnsanların yenə də zövqünə görə dəyişir. Belə təxmin neçədən başlayır və ucuz da belə? O da yenə də qramına görədir. Təqribi, yəni qolbaqsız, qolbaqsız da hesablanır. Belə deyim, 1100-1200 manatdan başlayaraq üzü yuxarı bu formada gedir. Yəni gündəlik kursla hesablanır. Bugünkü gün yəni 1100-1200 manatı dəst Hər gün dəyişir də qiymət. Dəyişkənlik Qızılda qiymət. Çox belə deyən ki. Bir də ki burada maraqlı. Yəni belə bu əsasən burada bu qaşlı model üzüklərimiz də görsünlər. Belə qaşlı model hər üçün nişan üçün istifadə olunan model. Bəli, qaşlı modellər belə. Sonra sadə Allianz Cartier bugünkü gün dəvində olan Cartier modellərdir. Bunlardan təklif edirik. Onlar da münasib qiymətə əsasən gəlib sizə. Sonrasında yəni bugünkü gün tələbat ən çox az qramlı modellərədir. Yəni 0.8, 1 qram, 1 qram, ən azı 1 qram yarıma qədərdir tələbat. Ən çox satılan odur, ondan da əlavə sep formasında qram yarım, 2 qram aralığında seplərdən təklif edilir. Bunlar hara olur? Türkiyə olur. Bəli, bunlar bizdəkilər 585 türk qızıllarıdır. Yəni türk qızılı bu dəqiqə ən çox qiymət olaraq da insanlara sərf edilən model çeşidində türk qızıllarında olur. Sonra dua olan neçədir o üstündə dua O olan? da yəni 1 qram 310-un təkcə özün çəkisidir. Sepin də özü 2 qram yarım. Hardasa ikisi bir yerdə başlı 4 qrama yaxın çəkisi olacaqdır. O da yenə kursla hesablayanda təqribi deyirəm 700-800 manat civarında bir məbləğ çıxardır. Bunların ən çox alınan hansılardır misal üçün? Alınan ən çox Nişancı. tələbat olan orada baxın banklar. Bunlar, bu, dəst. Hamısı bunlar dəstlərdir. Neçədən başlayır ən ucuzu bunların? Qiymətlər neçədən başlayır? 190 ha. Bəs bəylər üçün də var, bəylər. Bəylər üçün Ancaq xanımlar üçün də burada. Bəs onlar neçədir bu? Rolex modeli var. Bu da 8 qram var. 8 qram belə. Şöyle. Bəs modeli də 10 qram var. bəs bu talı neçədir? Bu talı olan. Bu talı olan, bu talı. Ha, Pandora. Pandora. Bu da marka modeli, Bulgari'de. Bunlar
Buradakı yarım. bunlar sırqaları da. Bəli, onlar tək sırğalar, uşaq sırğalar. Uşaq sırqalardır. Buradakı seflərdir. Ha, səhvlər. Az qramlar. Yarım nədir? Qaşları nədir? O yaşıl. Sadədir o. Sadə. Göz moncuğu da şeydir də. Bəli, Qızıldır da, bəli, qıraqlardır. Qıraqları qızıldır. Evet. Şöyle biz kan göstereyim. Kim istese gel tapa bilsin, alabilsin. Ama işte 8'de bu da sen yazalım. Instagram budur da ama ki böyle kime lazım olsa saklayıp kağıda bakabilirim. Sağ olun, çok sağ olun. Sağ olun. Biraz video çektim. Videonu beğenin dostlar, mütləq şərhdə öz fikrinizi bildirin, bir də kanala abunə olun. Növbəti videolarda görüşəndik dostlar.